ölkədə mövcud sosial narazılığın üzərində müəyyən xarici qüvvələr oyun oynaya bilər. Amma neçə ki, milli demokratik qüvvələr var və neçə ki, xalqın arasında bizim nüfuzumuz var, mən elə gəlir ki, heç bir xarici dövlət Azərbaycanın dövlət çevrilişi eləmir. Dövlət çevrilişinin qabağını nə orada ala bilər, nə polis, nə də dövlət təhlükəsizliyi. Dövlət çevrilişinin qabağını yalnız xalq alır. Yəni xalq o da iştirak eləməsə, heç kəs dövlət çevrilişi eləmir. O başqa məsələ, yuxarıdan dövlət çevrilişi. İki cürə dövlət. Biri var, xalqı qaldırırsan, dövlət çevrilişi edirsən. Bir də hakimiyyətdə olan müəyyən güc strukturlarından istifadə edirsən. Azərbaycanda hakimiyyətin daxilindən dövlət çevrilişi riski çox təhlükəlidir. Mən sənə bir konkret fakt deyim. Bir ara Ramiz Mehdiyevin vaxtında rayon icra hakimiyyətinin təyinatı ilə bağlı problem yarandı. Yadınızda Quba, Mingəçevi, Gəncə hadisələri. İcra hakimiyyətinin evini yandırdılar, Mingəçevidə camaat çıxdı, icra hakimiyyətini bastı, Gəncədə eyni. Kim törətdi bunları? O ixtişaşlar kim törətdi? Orada təsadüfən İlqar Məmmədov gedirdi, yolda onu tutdular İsmailliyə. Nə bilim kim? İxtişaşların törətməsinin 3 dənə səbəbi var. Onun biri əgər geniş xalq kütlələri eləyə bilər, ikinci xarici dövlət eləyə bilər, üçüncü hakimiyyətdəki müəyyən narazı qüvvə eləyə bilər. Burada xarici dövlətlərin iştirakı sübut olunmadı. Geniş xalq kütlələri o ixtişaşda iştirak eləmədi. Onda sual var. O 3 rayonda ixtişaşı kim törətdi? Sual verir. Bu cür Azərbaycan iqtidarı bu suala cavab vermir ki, Quba, İsmaili və Mingəçevi, İsmaildə bir restoran var, otel vardı, Bakıdan maşınlar getdi. O kimidi o gedənlər? Nə məlum oldu kimidi gedənlər, kimin tapşırığı ilə getdi? O ixtişaşlarda məqsəd nə idi? Qubada icra hakimiyyətinin evini yandırdılar, camaat qalxdı küçələr. Kim idi o ixtişaşı törədən? Və Gəncədə eyni buna uyğun bir ixtişaş oldu. Kim idi? Mingəçevirdə oldu. Kim idi? Bunların hamısı mərkəzdə hakimiyyətdə olan qüvvələr tərəfindən həyata keçirilən ixtişaşlardır. Ramiz Mehdiyev və bu kimləri yoxsa? Ramiz Mehdiyev və bu kimlər? Ola bilsin Ramiz Mehdiyevin əleyhinə olan başqa qüvvə törədib, ya da Ramiz Mehdiyev onun maraqlarını sıxmaq istəyən qüvvəyə qarşı törədib. Amma ixtişaşı törədən dövlətin özündə olan məmurlardır, yuxarıda olan məmurlardır. Yəni o zaman ki, razılaşma olmur, onda ixtişaşlar törətmək məmurların oponentlərinə qarşı ən ciddi müqavimət üsullarından biri olur. İndi bir halda ki, Azərbaycan təcrübəsində var da ixtişaşlar törətmək. Onda o sən dediyin dövlət çevrilişidir, hakimiyyət səviyyəsində. Amma söhbət nədən gedir? Artıq Azərbaycan, Pakistan və Türkiyənin çox ciddi strateji müttəfiq əlaqələr qurub. Bugün Azərbaycanda gedən hadisələr yalnız Azərbaycan iqtidarın iradəsi ilə bağlı deyil. Pakistan və Türkiyənin də bu məsələdə, bu və başqa yerdə iradəsi aktiv şəkildə iştirak edir. Yanımızda bir dənə nüvə dövləti var, qardaş. Yanımızda Türkiyənin hərbi güc var. Ona görə də artıq Rusiyanın Azərbaycanda iqtidardakı olan qüvvələrin vasitəsilə hərbi çevriliş eləmək cəhdi sıfırdır. Eləyə bilməz. Eləsə də o qan içində boğulacaqdır. Türklər həmin günü Azərbaycan hakimiyyətinin yanında olacaqdır. Aydındır. Rusiyanın... Amma yenə deyirəm, bu nəhəng təhlükə qalır. Kütləşməməliyik də, bilməliyik ki, hakimiyyətin öz içindən bu cürə yanlış addımlar atmaq şansları var. Belə bir fikir var ki, Rusiyanın Ukraynadan sonraki hədəfi Cənubi Qafqaz və Orta Asiya ölkələri ola bilər. Sizcə Azərbaycan üçün risk təhlükəsi nə dərəcədə ciddidir? Mənə elə gəlir ki, Rusiya Ukrayna ilə nə cür qurtarmazdan sonra Rusiyanın artıq deməli Ukrayna ilə məhdudlaşacaq. Çünki Rusiyanın bundan sonra taqəti yoxdur, başqa bir hədəf seçsin, əməliyyat aparsın. Çünki bu dəfə daha yeni, hərbi texnikası yerində, gücü yerində olan qüvvənin üzrə gəlməlidir. Ukrayna dağılıb, Ukraynada ordu yox idi, ona görə ən zəif həlqə idi. Amma bugün Azərbaycan ordusu, o yadıma gəlir, Ukraynaya hücum edən Rusda bir Rus ekspert var, deyir ki, yaxşı ki, qabağımızdakı Azərbaycan ordusu deyil. Ukrayna ordusu... Yəni biz Rus ordusundan bacara bilərik. Biz müttəfiqlərimizdən bir də 4 dənə Rusiya bacara bilərik. 4 dənə Rusiya. Sən nə danışırsan? Sən elə bir ki, baş verin, Laçında gedib 3 dövlət başçısının görüşməsi nə deməkdir? Ha? Siz hadisələrin mesajlarını oxuya bilmirsiniz. Laçın aradır, Laçında təzə məskunlaşma var. Necə oldu 3 dənə dövlət başçısı etdi, Laçında orada icra keçdi. Azərbaycan icra keçməyə yeri yoxdur. Niyə Azərbaycanın bütün tədbirlər Xankəndində keçilir? Və Bakıda imkan yoxdur, Sumqayıtda, Gəncədə, niyə Xankəndə keçir? Bunlar hamısı mesajdır. Dünyaya mesajdır. Oraya gələn adamlar kimdir? Baxın görün. Pakistan baş naziri, Türkiyənin prezidenti, nə bilim, bizim başqa bir parada baxdın. Dünyanın hansı ölkəsində dövlətin rəsmi paradında 3 müxtəlif dövlətin bayrağı olur. Belə şey görübsən ümumiyyətlə? Yox. Nə deməkdir? Bu qələbə, bu 3 dövlətin qələbəsidir.
Mesaj budur. Və bizə qarşı kim gələcəksə o üç dövlətlə vuruşacaq. Ya Pakistan Hindistanla vuruşdu. Pakistan baş naziri nə dedi? Dedi Azərbaycan, Türkiyə bizə dəstək, biz Hindistanı bir həftəyə məğlub elədik. Aralıq dənizində problem yarananda Pakistan gəmiləri hara getdi? Aralıq dənizində. Pakistan jetləri hara uçdu? Türkiyə. Kim çatır? Aydındır. Artıq bizim ölkəmizin təhlükəsizlik məsələləri qlobal bir məsələdir. Milli məsələ deyil. Bu barədə mən arxayınam. Hətta hakimiyyətdə müəyyən qanun qüvvələri olsa belə, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı hər hansı bir addım ata bilməzdir. Geosiyasi planda və baş verən hadisələr fonunda Türk Dövlətləri Təşkilatı, türk dilli xalqlar öz vahid ordu modelini yarada bilərlərmi? Buna münasibətinizi öyrənmək istərdim. Ümumiyyətlə biz Avropa Birliyi bir nümunədir beynəlxalq birlik baxımından. Hələlik Türk Dövlətləri Birliyi yaramır. Baxın, bu təşkilatdır bu. Yəni təşkilat olduğuna görə o siz dediyiniz məsələ, əgər Türk Dövlətləri Təşkilatı dəyişilib Türk Dövlətləri Birliyi olacaqsa, həm vahid bazar olacaq, həm vahid pul olacaq, həm vahid ordu olacaq, həm də vahid sərhəd və tamoşa xidməti olacaq. Başqa cürə mümkün deyil. Türk Dövlətləri Təşkilatı bu istiqamətdə inkişaf edir. Onda vahid valyuta da olacaq da? Valyuta da vahid olacaq, sərhəd də vahid olacaq, ordu da vahid olacaq, təhlükəsizlik. Avropa Birliyi necə elər? Sərhəddə şərti olacaq. Ona imkan verəcəklər. Hə, indi bu var, ona imkan verir. Dünyada heç kəsə imkan verir. Bəlkə Avropa Birliyi imkan verirdilər. Əgər biz istəyirsə ki, dünya gücü olaq, istəyirsə bir xalq olaq, dünyanın tarixində iştirak eləyək, o deyəcək imkan verəcək. O imkan verməyən qüvvələrin hamısının ağzını əzməliyik. Yox, əgər gücümüz çatmır, demək bizim onda dünya gücü olmaq haqqımız yoxdur. Kimzadan nə demək istəyirəm? Bunlar bir-birinə bağlıdır. Əgər buna haqqın varsa, gücün çatacaq. Haqqın yoxsa gücün çatmayacaq. Rusiya bundan narazıdır. Amerika, o da bir yeni bilirsə, Orta Asiya dövlətlərinin yığır, çalışır ki, Türkiyəni oradan aralasın. Azərbaycan ora qoşur, nə. Çin təbii ki, bunun tam əleyhinədir. İstəməz ki, sərhəddə belə bir. Amma bir də tarixin belə bir məşhur şey var tarixdə. Tarixin istiqamətini heç bir lider dəyişə bilməz. Lider yalnız nə edə bilər? Tarixin sürətini zəiflədə bilər və ya da gücləndirə bilər. Yəni Azərbaycan məsələn bu 30 ildə 100 kilometr yol qət eləyə bilərdisə, tutaq ki, bu iqtidar buna 30 kilometr yol getməyinə səbəb oldu.